Salam əziz tarixsevərlər, mövzumuz Atropatena dövləti. Eradan əvvəl 327-ci ildə böyük Midiyada Baryak üsyanı olur və bu Baryak üsyanı nə üçün baş vermişdi? Makedoniyalı İskəndər Hindistana yürüş edir. Buradakı əhali də Makedoniyalılara qarşı üsyan qaldırırlar və bu üsyanı da Atropat yatırır. Çünki Atropat bilirdi ki, İskəndər bu üsyana görə xalqı cəzalandıracaq. Daha sonra eradan əvvəl 323-cü ildə də Makedoniyalı İskəndər ölür və Makedoniya imperiyasını Perdikkəyə tapşırır. Eradan əvvəl 321-ci ildə də Perdik görür. Bununla da Atropata yeni dövlətin əsasını qoyur. Atropatena dövləti yaranır, paytaxtı Kazaka şəhəri olur. Atropatena Azərbaycanın cənubunda yerləşir, həmçinin Mannada, şimalında yerləşən Albaniya, İsveç şahlığı olmuşdu. Eradan əvvəl 4-cü əsrdə də Azərbaycan ərazisində vahid türk xalqı yaranmağa başlayır. Eradan əvvəl 3-cü əsrdə Roma ilə Selevkilər arasında ərazilər əldə etmək uğrunda mübarizə başlayır və bu müharibələr zamanında Atropatenada hökmdar Artabazan idi. Selevkilər Atropatenaya hücum edir. Eradan əvvəl 223-cü ildə Selevik hökmdar 3-cü Antiox idi. Artabazan müharibəyə hazır olmadığı üçün 3-cü Antioxa təslim olur və bununla da Atropatena Selevkilərdən asılı vəziyyətə düşür. Daha sonra eradan əvvəl 190-cı ildə Magneziya döyüşü olur və yadınızda saxlayın ki, bu döyüş Roma ilə Selevkilər arasında olur. Və bu döyüşdə də Selevkilər məğlub olur, Selevkilər dövləti parçalanır, Atropatena da bundan istifadə edib müstəqil olur. Sonra keçək Lukul və Pompeyin yürüşlərinə. Eradan əvvəl 1-ci əsrin 1-ci yarısı baş vermişdi. Bu yürüşlərin nəticəsində də Atropatena Romadan asılı vəziyyətə düşür və yadınızda saxlayın ki, müstəqilliyin itirmir. Yəni tam asılı olmur, müstəqilliyin qoruyub saxlaya bilir. Sonra 3 döyüş olur Roma ilə Parfiya arasında. Eradan əvvəl 53-cü ildə Karra döyüşü olur. Bu döyüşdə Roma ordusuna Kras, Parfiyanın tərkibində həm də Atropatenalılar da iştirak edirdi. Müttəfiq idilər çünki. İlk öncə qeyd edim ki, bu Roma çox güclü idi və Atropatena ilə də Parfiya yaxınlaşır ki, birlikdə Romaya qalib gəlsinlər. Davam edək və Atropatena ordusuna da Oroes başçılıq edirdi. Bu döyüşdə təbii ki, kim qalib gələcək? Roma ordusu məğlub olur, Parfiya qalib gəlir və Atropatena döyüşçüləri də Parfiya ordusunun tərkibində fərqlənirdilər. Daha sonra ikinci yürüşə keçək. Eradan əvvəl 38-ci ildə olub bu döyüş Romalılarla yenə Parfiyalılar arasında. Bu döyüşdə Romalılar qalib gəlir, Parfiyada ağır məğlubiyyətə uğrayır. Antoninin şərqə yürüşü var eradan əvvəl 36-cı ildə Fraspa döyüşü olur. Bu döyüşdə Romalılar Fraspa şəhərini tuta bilmirlər, geri çəkirlər. Bu döyüşdə Parfiya Atropatena qalib gəlir. Daha sonra da Artabazit qələbə münasibəti ilə bayram keçirir. Roma legionlarını, bayraqlarını xalqa nümayiş etdirir. Yadınızda saxlayın ki, Selevklərlə müharibə aparan Artabazan, sonra Roma ilə müharibə aparan Parfiya ilə birləşən Artabazit olmuşdu. Daha sonra bu Fraspa döyüşündən sonra Atropatena ilə Parfiyanın münasibətləri pozulur. Niyə? Çünki Parfiya nəfsinə hakim çıxa bilmir, Atropatenanı bütövlükdə işğal etmək istəyir. Və Atropatena hökmdarı Artabazda nə edir? Müstəqilliyin qoruması üçün düşmən tərəfə keçir. Roma ordusu tərəfə keçir, yəni Romalılar tərəfə. Bu zamanda hakimiyyətdə Oktavian idi. Oğlu Ariobarzanı da Oktavianın yanına göndərir və 10 il müddətinə Romada yaşayır. Daha sonra eramızdan əvvəl 20-ci ildə Artabazit vəfat edir və Oktavianla neynir? Ariobarzanı Atropatenada hakimiyyətə gətirir. Kiçik Asiyada ermənilər üzərində də hakimiyyəti Ariobarzana verir. Sonuncu hökmdar Ariovast idi. O da bizim eranın 20-ci ilində vəfat edir. Bununla da Atropatena dövlətinə, müstəqilliyinə son qoyulur. Və Atropatenada Parfiyanın Aşarkilər sülaləsinin tərkibində düşür. 20-ci ildən 224-cü ildə hakimiyyəti altında qalır. Yadınızda saxlayın ki, 224-cü ildə də Parfiya dövləti süqut eləyir, 226-cı ildə Sasanilər dövləti yaranır. Təsərrüfat həyatına keçək. Bu ölkədə yetişdirilən, Çindən gətirilən atlar səma atları adlandırırdılar. Hərbi işdə istifadə olunan nefti midye yağı adlandırırdılar. Daha sonra yalnızca saxlayın ki, Atropatenada 2-3-cü əsrlərdə quldarlıq quruluşu böhran keçirmişdi. Atropatena Albaniyada qul əməyindən elə də istifadə olunmuyor. Atropatenanın şəhərləri Fraspa, Fanaspak, Agnazana, Kazaka kimi şəhərləri olmuşdu. Yunan elm mədəniyyətinə Atropatenanın təsirini necə sübut etmək olar? Yunan tanrılarına sitayiş etməkdə, Kerifto məbədində kirəmitdən istifadə edilməsində. Atropatena Zərdüşt dininə sitayiş edirdilər. Daha sonra Zərdüştin dini məbədi, baş məbədi də Kazaka şəhəri olmuşdu. Avropada ilk dəfə də Avesta kitabı ilə fransız alimi Anquetil Duperron tanış etmişdi və bu sözcüyü çox yaxşı yadınızda saxlayın, çünki testlərə düşür. Kerifto məbədi dediyim Yunan tanrılarına, elm mədəniyyətinə məruz qaldığını sübut edən Kerifto məbədi Yunan əsatirinin qəhrəmanı olan Herakla məxsus olmuşdu. Mövzumuz Səfəvi Osmanlı müharibələrinin başlanması.
İlk Səfəv Osmanlı müharibələri 1514-1555-ci illəri əhatə edir. Müharibənin başlanmasının səbəbi, ikinci qeyd edim ki, 2-ci Bəyazid Şah 1-ci İsmayılla dostluq münasibətləri var idi. Lakin hakimiyyətə Sultan 1-ci Səlim gəldikdən sonra bu münasibətlər pozulur və Səfəv Osmanlı müharibələri başlayır. Səfəv Osmanlı müharibələrinin səbəbləri Osmanlı sərhədlərini genişləndirmək istəyi, Osmanlı-Azərbaycandan keçən ticarət yollarına nəzarət etmək istəyi idi. Müharibə ərəfəsində Sultan 1-ci Səlimin, Şah 1-ci İsmayılın tədbirləri var idi. Sultan 1-ci Səlim Macarıstan və Venesiya ilə sülh bağladı, Şeybanilərdən isə yardım aldı. Şah 1-ci İsmayılın tədbirləri isə Avropa ölkələri ilə diplomatik münasibətlərdə qurub, odlu silah almağa, ticarət əlaqələri genişləndirməyə yönəldi. Roma papasına Venesiya məktublar göndərdi. Daha sonra müharibənin başlanmasına keçər. 1514-ün avqustunda Sultan 1-ci Səlim Azərbaycana yürüş edir və Sultan 1-ci Səlim ilə Şah 1-ci İsmayıl arasında Çaldıran döyüşü olur. 1514 avqustun 23-də. Və bu döyüşdə Şah 1-ci İsmayıl məğlub olur və Osmanlının qalib gəlmə səbəbi isə ordusunun çoxluğu və odlu silahların hesabına idi. 1-ci Səlim Təbrizə ələ keçirsə də, Səfəvilərin yeni hücum təhlükəsi səbəbindən geri qayıdır. Osmanlılar Mosula qədərki cənub-şərqi Anadolunu tutur. Bu döyüşlərdən sonra Səfəvi dövləti qisas üçün yürüşə başlayır, lakin bu yürüş də uğursuz olur. Sultan 1-ci Səlim Azərbaycana geri qayıdarkən Azərbaycandan daha doğrusu qayıdarkən bir neçə Təbrizi sənətkarı İstanbula aparmışdı. Çaldıran döyüşündən sonra Şah 1-ci İsmayıl yaxın silahdaşlarını itirir və bir daha Osmanlılarla döyüşə girmir. 1524-cü ildə də Şah 1-ci İsmayıl vəfat edir, hakimiyyətə 1-ci Təhmasib gəlir. 1-ci Təhmasib azyaşlı olduğu üçün o hakimiyyətdə olanda hakimiyyətin ilk illərində Qızılbaş əmirləri arasında çəkişmələr var idi. Mərkəzi hakimiyyət zəifləmişdi. Lakin yaşa dolduqca özünün tədbirlər görməyə başladı, uzaq görən hökmdar kimi fəaliyyət göstərdi. Daxili çəkişmələrə, qiyamlara da son qoydu. Daha sonra Osmanlı Sultanı 1-ci Süleyman Qanuni 4 dəfə Azərbaycana yürüş elədi. Bu yürüş edərkən də bəs soruşsaz ki, 1-ci Təhmasib hardaydı? 1-ci Təhmasib Xorasanda özbəklərlə müharibə aparırdı. Elə 1-ci Sultan Süleyman Qanuni də bundan istifadə edib Azərbaycana yürüş eləmişdi. İlk yürüşü 1534-cü ildə idi. Şah 1-ci Təhmasibdə yandırılmış torpaq taktikasından istifadə edərdi. Və bu yandırılmış torpaq taktikasına görə qərb sərhədlərindəki əhali köçürülür, ərzaq mal-qara məhv edilir, su quyuları doldurulur, otlaqlar yandırılır. Bunlar Təbrizə ələ keçirsələr də Azərbaycanı tərk edirlər. Çünki qış yaxınlaşırdı, ərzaq çatışmamazlığı var idi. Buna görə Osmanlılar geri qayıdarkən də Bağdadla birlikdə Ərəb Iraqında tutdu. İkinci yürüş 1535-ci ildə baş verdi. Bu yürüşdə də 1-ci Təhmasib hərbi strateji tədbirlər gördü. Əslində yandırılmış torpaq taktikası kimi bir şeydir. Yenə də Təbriz köçürülür, əkin sahələri yandırılır, suvarma kanalları, kəhlizlər dağıdılır. Osmanlılar Təbrizi tutsalar da, lakin yenidən Azərbaycanı tərk etməyə məcbur oldular. Çünki aclıq, səfalət, ərzaq çatışmamazlığı başlayır və yadınızda saxlayın ki, ikinci yürüşdə tan xəstəliyi yayılmışdı. Sultan 1-ci Süleymanın 3-cü yürüşü 1548-ci ildədir. 1547-ci ildə Şirvanda qiyam qaldıran Əlqasım Mirzənin təhriki ilə baş vermişdi bu yürüş. 1-ci Təhmasibdə bu yürüşdə də yandırılmış torpaq taktikasından istifadə etmişdi. Və bu yürüşdə təbii ki, uğursuzluqla nəticələndi. Əlqasım Mirzə də əsir düşüb edam edildi. 1-ci Süleyman Təbrizi yenə tutsa da 4 gün sonra şəhər tərk elədi, getdi. Sonra Sultan Süleymanın Azərbaycanın 4-cü yürüşü 1554-cü ildədir. Bu yürüşdə də Təhmasib yandırılmış torpaq taktikasından istifadə etdi. İrəvan, Naxçıvan, Qarabağdakı əhali yenə başqa yerə köçürüldü və bu 4-cü yürüşdə döyüş olmuşdu. Buğurt qalası yaxınlığında döyüşdə burada Osmanlı qoşunları məğlub edilmişdi. Və 1-ci Səfəv Osmanlı müharibəsinin ilk mərhələsi, yəni 1-ci Səfəv Osmanlı müharibəsi 1555-ci ildə Amasya sülhü ilə bitmişdi. Yadınızda saxlayın ki, Amasya sülhündən sonra paytaxt Təbrizdən Qəzvinə köçürülmüşdü. Elə 1555-ci ildə. 1555-ci ildə Amasya sülhünün şərtlərinə görə Səfəvilər bütün Azərbaycan Şərqi Gürcüstanı, Osmanlılar da Qərbi Gürcüstan, Bağdad, Ərəb Iraqını ələ keçirdi. 1555-ci ildə Qəzvin, paytaxt Təbrizdən Qəzvinə köçürüldü. 1555-ci ildə Amasya sülhü oldu. Və keçək Şirvanşahlar və Şəki hakimliyinin birləşdirilməsinə. Şirvanşah 2-ci xəliflikdən sonra hakimiyyətə sonuncu Şirvanşah hökmdarı Şahrux gəlmişdi və Şahrux da qarşılıqlıqdan istifadə edən 1-ci Təhmasib 1538-ci ildə Əlqasım Mirzənin başçılığı ilə Şirvana yürüş edirlər. 1-ci Təhmasib Şirvanın ilk yürüşü nəticəsində Buğurt qalasını tutur, Şirvanşahların xəzinəsini ələ keçirir, Şahrux Təbrizə aparılıb edam edilir. Şahrux Şirvanşahların sonuncu hökmdarı idi.
Dərbəndilər sülaləsinin hakimiyyətinə son qoyulur və bununla da Şirvanşahlar dövləti süqut edir. Şəki hakimliyinin tabe edilməsi də 1551-ci ildədir. 1-ci Təhmasib Şəki hakimliyinin müstəqilliyinə son qoyur. Və yadınızda saxlayın ki, Şirvan bəylərbəyliyi də 1538-ci ildə Şirvanşahların tabe edilməsi ilə yaradılmışdır. Mövzumuz 2-ci Səfəvi Osmanlı müharibəsi. 1578-1590-cı illəri əhatə edir. Şah 1-ci Təhmasib vəfat edəndən sonra şahın oğlanları İsmail Mirzə, Məhəmməd Mirzə, Heydər Mirzə arasında hakimiyyət uğrunda mübarizə baş verir və bu mübarizə nəticəsində də Heydər Mirzə öldürülür, hakimiyyətə İsmail Mirzə, 2-ci İsmail adı ilə taxta oturur. Şah 2-ci İsmail cəmi 1 il hakimiyyətdə olmuşdu, 1576-1577. Və Şah 2-ci İsmailin dövründə dövləti gücləndirmək üçün mərkəzləşmə siyasəti yeridir, kütləvi cəza tədbirləri yeridir və bunun nəticəsində də Qızılbaş əyanlarının narazılığına səbəb olub, sui-qəsd nəticəsində 2-ci İsmaili öldürürlər. Daha sonra hakimiyyətə Məhəmməd Xudabəndə gəlir 1578-dən 1587-yə kimi. Məhəmməd Xudabənd dövründə mərkəzi hakimiyyət zəiflədi, xəzinə boşaldı, Osmanlıların yenidən Azərbaycana yürüşləri başladı və həyat yoldaşı Mehdi Ulya da Ali Divan vəkili vəzifəsinə qədər yüksəlmişdi. Səfəvi dövlətinin bu vəziyyətindən istifadə edən Osmanlı Sultanı 3-cü Murad demək yürüş elədi. Osmanlının Van Haşimi olan Xosrov Paşa Osmanlı Səfəvi sərhədində Kürtlər qiyam qaldırdı. Və Xosrov Paşanın ordusu da Kürtlərlə birlikdə Xoya hücum etdilər. Bununla da Amasya sülhünün şərtləri pozuldu. 2-ci Səfəvi Osmanlı müharibəsi başladı. Və müharibədə müttəfiq kimi Osmanlıların müttəfiqi Krım xanları olmuşdu. 1578-ci ildə də 3-cü Murad Mustafa Lələ Paşanın başçılığı ilə ordunu göndərir Gürcüstan istiqamətindən Azərbaycana. Və ilk döyüşlərdə Qızılbaşlar qalib gəlir. 1578-in avqustunda Çıldır döyüşü olur. Bu döyüşdə Osmanlı qələbə çalır, Gürcüstanı işğal etməsində də şərait yaranmışdı. Çıldır döyüşündə niyə Səfəvi qoşunları məğlub olur? Çünki qüvvələrin nisbəti Osmanlı xeyrinə idi və Qızılbaş tayfaları arasında birlik yox idi. Çıldır döyüşündən sonra Şirvanı ələ keçirirlər Osmanlı qoşunları. Elə 1578-ci ildə də Şirvanda Səfəvilərin əleyhinə qiyam qaldırır. Bu da Osmanlıların işini asanlaşdırır. Kürtlər şimalda yerləşən Azərbaycan torpaqlarını ələ keçirirlər. Sonra Krım xanları da şimaldan Şirvana daxil olurlar. Bu zaman Xudabəndərin oğlu Həmzə Mirzə də Şirvanı azad etmək üçün neyinir? Hərbi əməliyyatlara başlayır. Elə 1578-in noyabrında da Molla Həsənli döyüşü olur. Bu döyüşdə Səfəvilər qalib gəlir. Krım qoşunları da məğlub olur. Krım hakimi Adil Gəray da əsir alınır. Və bununla da Şirvan azad edilir. Molla Həsənli qələbəsi də Qızılbaşların sonuncu uğuru idi, yəni sonuncu qələbəsi idi. Daha sonra Dərbəndə geri almaq istədilər, lakin mümkün olmadı. 1583-cü ildə də Niyazabad döyüşü oldu. Burada Qızılbaşlar Osmanlı Krım qüvvələrini məğlub edib onları Dərbəndə doğru sıxışdırdılar. Lakin Osmanlılar da əlavə qüvvələr topladılar və Şirvanda, Dağıstanda möhkəmləndilər. Osmanlı Sultanı da neynədir? Səfəviləri 2 cəbhədə müharibə aparmağa sövq etmişdi. 2 cəbhədə deyərkən biri Osmanlılardır, biri də Şeybanilərdir. 1583-də Çuxursad vilayətini tuturlar Osmanlılar. 2 il sonra 1585-in dekabrında da Sufyan döyüşü olur. Burada Osmanlı qoşunları Həmzə Mirzənin qoşunlarının üstün olduğu üçün Qızılbaş qoşunları geri çəkilməyə məcbur olur. 1586-cı ildə də Təbriz tutulur. Daha sonra Osmanlı paşası da qəzətləri deyir ki, talan edir şəhəri. Qeysəriyyə bazarı da elə bu zaman yandırılır. Daha sonra Təbrizdə qoşunu az saxlayırlar, çünki Qızılbaş həmlələri, uzun müddətli mühasirələr Osmanlıları məhdud sayda Təbrizdə qoşun saxlamağa məcbur edir. 1586-cı ildə də Həmzə Mirzə 3-cü Muradla sülh danışıqlarına başlayır və 3-cü Murad deyir ki, tutduğum bütün ərazilər Osmanlılarda qalsın. Həmzə Mirzə deyir ki, Təbriz Qızılbaşlarda qalsın. Lakin 1586-cı sonunda da Qarabağda Həmzə Mirzə sui-qəsd nəticəsində öldürüləndən sonra sülh danışıqları dayandırılır. 3-cü Murad da neyinir? 86-cı ildən 89-cu ilə kimi Azərbaycan böyük bir hissəsini işğal edir və Şeybanilər də bu Osmanlı Səfəvi mübarizəsindən istifadə edib Xorasanı işğal edirlər.
Daha sonra 1587-ci ildə saray çevrilişi olur və nəticədə Məhəmməd Xudabəndə gedir hakimiyyətə. Abbas gəlir. Tarixdə də 1-ci Abbas kimi daxil olur. Abbas az yaşlı olduğuna baxmayaraq ilk tədbirlərin nəticəsində Osmanlı dövləti ilə sülh danışıqlarına başlayır. Danışıqlara başlamağın səbəbi də vaxt qazanmaq idi. Daha sonra irsili prinsipi ləğv edir. 1590-cı ildə də İstanbul sülhünü Osmanlılarla imzalayır. İstanbul sülhünün şərtlərinə görə Qəzvin, Ərdəbil, Xalxa, Qaradağ, Lənkəran, Sisin olmaqla bütün Azərbaycan torpaqları Osmanlılara verilir. Şərqi Gürcüstan, İranın qərbi də Osmanlı nəzarəti altında qalır. Və bunun nəticəsində də, bu İstanbul sülhünün nəticəsində də Şah 1-ci Abbas eyni vaxtda iki dövlətlə müharibə aparmaqdan xilas oldu. 578-90-cı illər 2-ci Səfəvi Osmanlı müharibəsi dövründə Osmanlılar işğal etdiyi bu Azərbaycan torpaqlarında hərbi inzibati idarə üsulu yaratdı. Demək, Azərbaycan ərazisini bəylərbəliklərə, vilayətlərə, sancaqlıqlara böldü, əhalisi onların əmlakı siyahıya alındı, yeni vergilər, mükəlləfiyyətlər tətbiq olundu.